Salam əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün ərik mürəbbəsi hazırlayırıq. Mürəbbə üçün uyğun əriklər seçilməlidir, yəni həm ölçülərinə görə, həm də yetkinlik dərəcəsinə görə. Mürəbbə üçün əriklər nə kal olmalıdır, nə də yetkin. Yəni mürəbbəyə uyğun ərik olmalıdır. Ərikləri yuyuruq, suyu süzüldükdən sonra birinci onların tumunu çıxarırıq. Bunun üçün hər hansı bir bu cür çubuqdan və yaxud hər evdə olan belə bir alətdən istifadə edə bilərik. Əriklərin tumunu çıxardıqdan sonra qabığı soyulur. Ərik təkcə dadlı meyvə deyil, həm də orqanizmi üçün əsl təbii dərmandır. Vitamin və minerallarla zəngindir. Tərkibindəki beta-karotin sayəsində görməni gücləndirir, qəbizliyi aradan qaldırır. Qan azlığına faydalıdır, çünki tərkibində dəmir, mis mineralları çoxdur. Bədəni toksinlərdən təmizləyir, dərini gözəlləşdirir. Həmçinin stresi azaldır, sinir sistemini sakitləşdirir. Tərkibindəki kalium və antioksidantlar qan təzyiqini tənzimləyir, damarları gücləndirir, ürəyin yükünü azaldır. Mütəmadi olaraq ərik istifadə etmək ürək-damar xəstəlikləri riskini azaldır. Biz bütün əriklərin tumlarını çıxardıqdan sonra onları soymağa başlayırıq. Bəzən xanımlar əriyi bütöv şəkildə, yəni tumlu olaraq da bişirir və yaxud qabığını soymadan bişirir. Yəni bu istəyə bağlıdır. Hər kəs istədiyi formada bişirə bilər. Əriyi qabıqlı bişiririksə bir neçə yerdən deşilməlidir ki, qabıqlar soyulmasın. Ancaq ərikdən hazırlanan ən gözəl mürəbbə tumu çıxarılmış, qabığı soyulmuş və tumlarının qabığı soyularaq yenidən əriklərin içərisinə yerləşdirərək bişirilən mürəbbədir. Bir qədər əziyyətlidir, ancaq nəticəsi çox gözəl olur. Biz bugün əriklərin tumunu çıxardıq, indi qabıqlarını soyuruq. Sonra bir az, hardasa bir 2 saata qədər sodalı suda yatırırıq. Sonra isə tumları yenidən əriklərin içərisinə yerləşdirərək o cür mürəbbəni hazırlayırıq. Sodalı suyu hazırlamaq üçün 1 litr suya 1 dolu yemək qaşığı olmaqla soda əlavə edərək qarışdırırıq və əriklərin üzərini örtənə qədər doldurduq. Burada maraqlı cəhətin biri də odur ki, soyduğumuz qabıqları atmırıq. Həmin qabıqları qazana yerləşdiririk, üzərinə bir qədər içməli su əlavə edərək qaynadırıq. Çünki meyvələrdə demək olar ki, əsas faydalı hissə qabıqlar və qabıqaltı hissədir. Ona görə biz bu qabıqları bir qədər qaynatdıq, suyu ilə şərbət hazırlayırıq. Bizdə soyulmuş təmiz əriklər 2 kiloqram oldu. Ona görə 2 kiloqram şəkər tozu və 2 stəkan qaynatdığımız o qabıqlardan əmələ gələn su ilə şərbət hazırlayırıq. Şərbət hazır olana qədər artıq əriklər də 2 saata qədərdir ki, sodalı sudadır. Çıxarırıq, yaxşıca yuyuruq, suyu süzülür və əriklərin tumlarını ki qırmışdıq, onları yenə də qabığını təmizləyirik, yəni qabığını soyuruq və əriklərin içərisinə yerləşdiririk. Bu işi də bitirdikdən sonra ərikləri hazır olan şərbətə ehtiyatla əlavə edirik. Ərikləri şərbətə əlavə etdikdən sonra yavaşca o tərəf bu tərəfə qarışdırırıq. Yəni çox ehtiyatlı olmaq lazımdır ki, əriklər əzilməsin və əriklər
yenidən qaynamağa başlayır. Bu müddətdə çoxlu köpük əmələ gəlir. Köpüyü də yığmaq lazımdır və saata baxmaq lazımdır ki, qaynara düşdükdən 5-6 dəqiqə sonra qazanın altını söndürürük və köpükləri bu şəkildə təmizləyirik. 5-6 saatdan sonra yenidən qazanı odun üzərinə yerləşdiririk və yenə də zəif odda qaynamağa başlayır. Ərik mürəbbəsi 3 dəfəyə bişirildikdə daha gözəl olur. Və ikinci dəfədə 5-6 dəqiqə qaynadıqdan sonra altını söndürüb, köpüklərini təmizləyirik, soyuyur. Bu da 5-6 saat çəkir. Sonra yenidən odun üzərinə yerləşdiririk. Bu dəfə mürəbbə hazır olana qədər bişirilir. Odu çox da gür etmirik. Çünki bu zaman su tez buxarlanar, yəni şirə buxarlanar və şirəsi normadan qatı olar. Ona görə tam da zəif yox, amma zəifə meyilli bir odda mürəbbəni bişiririk. Bişməsinə, hazır olmasına az qalmış. Yarı limon suyunu bura əlavə edirik və yaxud çay qaşığının 3də 1 qədər limon duzu əlavə edirik. Bu şəkildə ki, iri, şəffaf köpüklər əmələ gəldi. Eyni zamanda şirə meyvənin içərisində qaynayırsa, deməli, mürəbbə hazırdır. Biz bütün kəfi yığırıq, təmizləyirik və mürəbbə soyuduqdan sonra bankalara yerləşdiririk. Artıq bizim mürəbbə hazırdır. Əriyin faydalarından bir qədər danışdıq. Ərik mürəbbəsi də bu faydaları qışa daşıyır. Siz də bu cür gözəl mürəbbə hazırlayın və hazırladığınız bütün nemətləri sağlıqla istifadə edin. Yeni videolarımızı görmək üçün kanalımıza abunə olun. Sağ olun, yeni videolarda görüşənədək.